Böyük coğrafi kəşflər dövrü 15-ci 17-ci əsrlər. Coğrafi biliklərin inkişafı 15-ci 17-ci əsrlərdə böyük coğrafi kəşflər hesabına daha da sürətlənir. Amerikanın kəşf edilməsi, yerin kürə şəklində olmasının sübutu, okeanların bir-biri ilə əlaqəsi olması faktı məhz bu dövrdə praktiki olaraq təsdiqlənir. Kristofer Kolumb 1492-ci ildə Amerikanın kəşf edilməsində böyük rol olub. Amerikanın kəşf olunması Hindistana qərbdən dəniz yolunun axtarışı nəticəsidir ki, lakin Kristofer Kolumb ömrünün sonuna qədər düşünürdü ki, bu ərazilər Hindistan torpaqlarıdır. Yerin kürə şəklində olduğu həqiqəti onu bu fikrə gətirirdi ki, qərbə üzməklə o Hindistana çata bilər. O, İspaniya kralının vəsaiti hesabına təşkil olunmuş 3 gəmidən ibarət olan ekspedisiya ilə qərb istiqamətində yola düşür. 1492-ci ildə Amerikanı, Baham, Kuba, Haiti adalarını kəşf edir və Kolumb kəşf edilən ərazilərin Hindistan olduğunu fərz edərək bu adaları West Hind adaları, yəni Qərbi Hindistan adlandırır. O, Atlantik okeanda böyük və kiçik Antil adalarını, Karib və Sarqas dənizlərini, Meksika körfəzini, Şimali Passat və Gulf Stream cərəyanlarını da kəşf etmişdir. Kolumb həm də Atlantik okeanını tropik və subtropik enliklərdə üzüb keçən ilk dənizçi hesab olunur. O, Amerikaya 4 dəfə səyahət etsə də ömrünün sonuna kimi elə bilirdi ki, onun kəşf etdiyi ölkə Hindistandır. Və 3 gəmisi olur. 3 gəminin adı Santa Maria, Pinta və Nini olmuşdur. İtalyan dəniz səyyahı və coğrafiyaşünası Amerigo Vespucci İspaniya kralının yanında xidmətdə olarkən, əvvəlcə Kristofer Kolumbla birgə, daha sonra isə müstəqil şəkildə Kristofer Kolumbun kəşf etdiyi torpaqlara bir neçə dəfə səyahət edir. O, bu əraziləri 1498-ci ildə tədqiq edərək Hindistan deyil, yeni materik olduğunu sübut edir. Və Amerigo Vespucci 4 dəniz səyahəti adlı məktublarında birinci dəfə Cənubi Amerika ölkələrini təsvir etmiş, xəritəsini çəkmiş və bu əraziləri də Yeni Dünya adlandırmışdır. Alman coğrafiyaşünası Vadza Müller isə Amerigo Vespucci'nin bu xidmətlərinə görə kəşf olunmuş ərazilərə Amerika adını vermişdir. Amerika qitəsi kəşf edildikdən sonra Avropalılar onu Yeni Dünya, onlara əvvəllər məlum olan əraziləri isə Avropa, Asiya, Afrikanı köhnə dünya kimi tanırlar. Və digər materiklər Avstraliya və Antarktida Yeni Dünyaya daxil deyildi. Böyük coğrafi kəşflər yer üzərində mədəni bitkilərin və ev heyvanlarının da yayılmasına təsir göstərdi ki, köhnə dünyadan Yeni Dünya buğda, arpa, düyü, yulaf, kələm, turp, qəhvə, banan, alma, armud, şaftalı, zeytun, at, inək, qoyun, toyuq, ayı və s. aparılırdı. Yeni dünyadan isə köhnə dünyaya pomidor, qarğıdalı, kartof, biber, noxud, ananas, balqabaq, kakao, vanil, hindquşu və s. gətirilirdi. Və Hindistana dəniz yolunu Vasco da Gama kəşf edir. Onun başçılıq etdiyi Portuqal ekspedisiyası 1497-ci ildə Afrikanın cənub qurtaracağını dolanaraq 1498-ci ilin yazında Hindistana gəlib çatır. Və Hindistana dəniz yolunun kəşfi dünya ticarətində ən böyük hadisələrdən biri olur. İspaniya kralı 1519-cu və 22-ci illərdə Ferdinand Magellanın başçılığı ilə ilk dünya səyahəti təşkil etdi və Magellanın ekspedisiyası Cənubi Amerikanın cənub-şərq sahillərini tədqiq etmiş, Atlantik və Sakit okeanlar arasında onun adını daşıyan boğazı, Sakit okeanın cənub hissəsini, Marian və Filippin adalarını kəşf etmişdir. O, Filippin adalarında yerli əhali ilə toqquşma zamanı öldürülmüşdür. Və onun ekspedisiyasını Juan Sebastian Elcano davam etmişdir. Ekspedisiya üzvləri 1522-ci ildə geriyə qayıtdılar və bu səyahətin nəticəsində yerin kürə formasında olması və dünya okeanının vahidliyi sübut olunmuşdu. Ferdinand Magellan 1519-cu ildə 20 sentyabrda 265 nəfərlik heyətlə səyahətə çıxdığı, deməli 5 gəminin adı San Antonio, Concepcion, Trinidad, Victoria və Santiago olmuşdur. Juan Elcano dedik ki, Magellanın dünya səyahətini tamamlamışdır. Böyük coğrafi kəşflər dövründə Francis Drake də aid edilir. 16-cı əsrdə Magellandan sonra 2-ci dünya səyahətinə çıxmışdır. Yanson və Tasman isə Avstraliya materiklərinin sahillərinin kəşf olunmasına böyük rol olur. Birinci, deməli, 17-ci əsrdə Holland səyyahı olur, hər ikisi də. Yanson və Tasman Holland səyyahı olurlar. 17-ci əsrdə Yanson
Avstraliyanın sahillərində olmuş, lakin buranı ada hesab etmişdir. Tasman 1642-ci ildə Avstraliyanın şimal, cənub və qərb sahillərini, hazırki Yeni Zelandiya və Tasmaniya adalarını kəşf etmişdir və həmin dövrdə Avropalılar kəşf etdikləri yeni ərazilərə öz vətənindəki adları verirdilər.